Məncə, çoxları heç bilmir ki, Əbülfəz Elçibəy Azərbaycanın müstəqilliyi üçün nə qədər vacib bir insan olub. Gəlin, onun bu maraqlı həyat hekayəsinə birlikdə baxaq. Tanış olun, bu Əbülfəz Elçibəydir. O, 1938-ci ildə Naxçıvanın Kələki kəndində doğulub. Elçibəy Azərbaycan xalqı üçün böyük bir ümid olub. Əbülfəz Elçibəy hələ tələbəlik illərindən Sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Azərbaycan Dövlət Universitetini bitirib, amma təkcə bununla kifayətlənməyib. Eyni zamanda o, bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. O, Milli Azadlıq Hərəkatına rəhbərlik edib və Azərbaycan Xalq Cəbhəsini yaradıb. Məhz Azərbaycan Xalq Cəbhəsinin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi akt qəbul edildi. Onun Azərbaycan üçün etdikləri həmişə xatırlanacaq. 7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Unutmayın, Elçibəy kimi qəhrəmanlar tariximizin əsas dayaqlarıdır. Onun xatirəsini yaşatmaq üçün bu videonu siz də paylaşın.